Saçınızda çox saxlamayın, çünki həddindən çox saçlarınızı tündləşdirəcək. Tam şəkildə ağ saçlarınızı belə bağlayacaq. İndi sizə bu dediyim ucuz və təbii vasitədən istifadə etsəniz, saçlarınız həm parıldayacaq, həm saçınızın ağarmış yerləri bağlanacaq. Həm ucuzdur, həm təbiidir, həm də ki, çox keyfiyyətli məhsuldur. Gördüyünüz bu şampunu saçınızda sadəcə 5 dəqiqə saxlayıb yuyursunuz. Saçınızın dibindən saç çıxanda bir dəfə istifadə etməyiniz kifayətdir ki, saçlarınızı rəngləsin. Həm qəhvəyi rəngdə, həm qara rəngdə rəngləyə bilərsiniz. Saçdan qətiyyən axmır və saçı çox parlaq və keyfiyyətli göstərir. Təbii öz saçınız kimi qalır. Bir də ki, qətiyyən ziyanı yoxdur. Tərkibində bir çox təbii bitkilər var, təbii minerallar var. Həm saçınızı qidalandıracaq, həm uzanmağına kömək eləyəcək, həm də rəngləyəcək. Belə başlığında qapağı var, onu çıxardırsınız. Daha sonra isə burada göstərəcəm necə qatı şəkildə məhl oldu. Saçınızı çəkirsiniz, saçınızın uclarına və diblərinə çəkirsiniz, rəngləyirsiniz. Daha sonra 5-10 dəqiqə saxlayıb yuyursunuz. Bu tərzdə faydalı videoları görmək istəsəz, səhifəmi izləməyə alın. Daha sonra isə videonu bəyənməyi unutmayın. Hələlik.